Heç bilirdinizmi ki, saatın şəkilçisini necə deməyiniz birbaşa istifadə etdiyiniz rəqəmlərdən asılıdır. Yəni, diqqətlə baxın. Əgər bir rəqəmdən istifadə edirsinizsə və yaxud sonu 1 ilə bitirsə, 21, 31 və s. siz deyəcəksiniz ças. Başqasını deyə bilməzsiniz. 2, 3, 4-düsə, sonu 2, 3, 4 ilə bitirsə, siz deyəcəksiniz çisa. Başqasını deyə bilməzsiniz. Nə ças, nə çisov. 5-dən sonra artıq çisov deyəcəksiniz. Deməli, illərdir dərs deyən müəllimdən bir sizə məsləhət. Rəqəmi istifadə edəndə tələsməyin. Saatın növünü deməkdən. Baxın hansı rəqəmi istifadə edirsiniz və sonra ona uyğun da sözü istifadə edin. Əziz məni izləyənlər, minnətdaram ki, izləyirsiniz daima. Kim abunə olmayıbsa, niyə? Yəni bu səhifədən sən ancaq xeyir tapa bilərsən. Günü-gündən yeni sözlər, yeni cümlələr öyrənə bilərsən, başqa da heç nə. Əgər sərbəst özün rus dilində tez bir zamanda danışmaq istəyirsənsə, əminəm ki, bunu hamı istəyir. Çünki elə bir xarici dil yoxdur ki, deyəsiniz ki, lazımsızdır. Hər biri lazımdır. Varsa, hər biri lazımdır. Ona görə də, əzizlərim, mütləq şəkildə öyrənin. Necə? Sərbəst öyrənin. Kursa getmədən, müəllim yanına getmədən. Ətrafa məlumatı artıq aşağıda qeyd eləmişəm. İndidən başla ki, bu ildə digər illər kimi boşuna getməsin. Bir neçə aydan sonra sərbəst bu dildə danışa biləsin.